Serotonin və dopamin hormonu. Hər kəs bunu xoşbəxtlik hormonu kimi bilir. Bəs digər funksiyaları nələrdir? Serotonin anda qalmaq üçün bizə istifadə olunan, anda qalıb konsentrasiyanı cəmləmək üçün istifadə etdiyimiz əsas hormondur. Dopamin isə motivasiya hormonu kimi bilinir. Yəni, gələcək hədəflərə konsentrasiya olmaq üçün, planlar qurmaq üçün bizim dopaminə ehtiyacımız vardır. Qadınlar daha çox serotoninerjik, kişilər isə dopaminerjik olur. Yəni, eyni anda bir neçə işi idarə edə bilmək üçün, ev işi, uşaq işi, digər işləri eyni anda görə bilmək üçün bizim serotoninerjik olmağımız və serotonin hormonuna ehtiyacımız vardır. Lakin gələcək hədəflərə yönəlmək, iş qurmaq, gələcək hədəflərə uyğun olaraq müxtəlif planlar qurmaq üçünsə bizim dopamin hormonuna ehtiyacımız vardır. Serotoninerjik olmağın bədən dili aşağı baxaraq bir nöqtəyə gözümüzü zilləməkdir. Yəni, bu zaman biz ətrafdakı səslərdən, fikirlərdən özümüzü bloklayırıq. Məhz depressiyada olan insanların da çoxunda bu müşahidə olunur. Çünki bu insanlarda dopamin hormonu daha əksik olur. Dopamin hormonunu artırmaq üçünsə gün ərzində 5 dəqiqə başı yuxarı səmanı izləmək kifayət edər. Bu bizdə dopamin hormonunu artırmağa kömək edəcəkdir. Serotonin artırmaq üçün bizim triptofan tərkibli qidalara ehtiyacımız vardır. Bəs bunlar hansılardır? Yağlı təbii balıqlar, xüsusilə də samon, çərəzlər, xüsusilə də qoz, ananas, banan kimi meyvələr triptofanla zəngindir. Depressiyanı azaldan və motivasiyanı artıran dopamin hormonu üçünsə bizə məhz tirozin tərkibli qidalar lazımdır. Bəs bu tərkibli qidalar hansılardır? Daha çox zəncəfil, sarı kök, acı bibər, yaşıl yarpaqlı tərəvəzlər, avokado, yumurta, bu kimi qidaların tərkibi tirozinlə zəngindir.